Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah, əmmə bə'd. İnsan çox vaxt sahib olduğu nemətin qədrini onu itirdikdən sonra anlayır. Necə ki, İbn Abbas radiyallahu anhuma rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. İki nemət vardır ki, insanların çoxu onları layiqincə dəyərləndirmir. Sağlamlıq və boş vaxt. Bugün sağlamıq, şükür edirikmi, vaxtımız var, onu necə keçirik, nəyə sərf edirik? İnsan düşünməlidir bu nemətlər haqqında. Ona görə nə qədər insan sağlamdırsa, nə qədər onun vaxtı varsa, onu düzgün istifadə etməlidir. Allah Teala buyurur ki: "Və in ta'uddu nimatallahi la tuhsuha." Əgər Allahın nemətlərini saymalı olsanız, sayıb qurtara bilmərsiniz. Və İbn Qayyim rahimehullah nemətlər barəsində deyir ki, nemətin qorunması və davam etməsi şükrlə əlaqəlidir və insan ona görə əlində olan nemətə şükür etməlidir. Çünki Allah Teala buyurur ki: "La in şekertum la'zidannakum." Əgər siz şükür etsinizsə, o nemətimi artıraram. Bəlkə də bugün adi gördüyümüz bir nemət sabah ən böyük arzumuz ola bilər. Ona görə neməti itirməmişdən əvvəl onun qədrini bilmək lazımdır. Çünki insan bəzən sahib olduğun şeyin dəyərini artıq sahib olmadığı zaman anlayır. Və həmçinin unutmaq lazım deyil ki, bugün sahib olduğumuz nemətlər üçün nə vaxtsa dua etmişik. Və Allah Teala bugün o nemətləri bizə nəsib edib. Ona görə insan əlində olan nemətləri düzgün dəyərləndirməlidir. Uca Allahdan istəyirəm ki, Allah Teala bizi nemətlərinin qədrini bilən və onlara şükür edən qullardan etsin.